Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki yol problemindən, daha doğrusu qəsəbədəki acınacaqlı vəziyyətdən danışacağıq. Sakinlər deyir ki, qəsəbəyə hər yeni icra nümayəndəsi gələndə sakinlərə yolların asfaltlanacağı vədini verir. Bu günə qədər isə hələ vədinə əməl edən olmayıb. 10-cu sinifdə oxuyuram. Mən 1-ci sinifdə oxuyandan bəri bu yol bu vəziyyətdədir həqiqətən. Bura Qızıldaş qəsəbəsinin mərkəz küçələrindən olan məktəb yoludur. Nəinki bu şagirdin oxuduğu 10 il ərzində heç son 30 ildə bu qəsəbənin yolları bir dəfə də olsun asfaltlanmayıb. Buna görə də qəsəbə daxili bütün yollar payız-qış ayları yağış və palçıqdan, yaz-yay aylarında isə tozdan, torpaqdan keçilməz olur. Bakı ətraf kənd və qəsəbələrdə ən çox yol problemi yaşayan ərazilərdən biri də Qızıldaş qəsəbəsidir. Hansı ki, qəsəbənin demək olar ki, əksər məhəllə daxili yolları uzun illərdir ki, təmirə ehtiyacı var. Yolsuzluqdan əziyyət çəkən isə daha çox məktəblər və bu yollardan istifadə edən sürücülərdir. Burada 4 yol var. Mədəniyyət evimiz var. Mədəniyyət evimizin qabağı danışmalı deyil. Bu yol son vaxtlar bu günə qaldı. Təmir olunmur da. Şahidçilər deyir ki, son 10 il ərzində qəsəbəyə təyin olunan ərazi nümayəndələri hər dəfə sakinlərlə görüşdə təmir ehtiyacı olan yolların yaxın vaxtlarda asfaltlanacağı vədini verib. Sonradan icra nümayəndələri ya işdən çıxarılıb, ya da iş yerlərini dəyişiblər. Ancaq yollar nəinki təmir olunub, hətta daha da yararsız vəziyyətə düşüb. Buraya gəlirlər, cəmaatla görüşürlər, gedirlər, səhərci görükmür. Onlardan bir xəbər çıxmır. İndi qəsəbənin demək olar ki, bütün məhəllə daxili yollarının təmirə ehtiyacı var. Məktəb yoludur. Bu biraz yağış yağanda burada sular dolur. Yağış yağır, hər kəs palçıqla gedir məktəbə. Son dəfə 2 il bundan qabaq birinci massivdə asfaltlama işləri gedib, amma qəsəbənin daxilində heç bir işlər hələ yadıma gəlmir getməyə. Qaradağ rayon icra hakimiyyətindən isə verilən məlumata görə dövlət investisiya proqramına uyğun olaraq Qızıldaş qəsəbəsi üzrə asfaltlanması nəzərdə tutulan küçələrin ümumilikdə 1400 metrində yaxın vaxtlarda asfaltlanma işləri aparılacaq. Uzun illərdir ki, bu küçənin təmirə ehtiyacı var idi. Hansı ki, bir saat öncə deyilə biz bu küçədə yolun təmiz olması ilə bağlı çəkiş aparmışdıq. Artıq yolun təmirinə başlanılıb. Artıq onun icrası agentliyə həvalə olunur və bu ildə Qızıldaş qəsəbəsi üzrə 1400 metr uzunluğa malik 2 küçədə təmir işlərinin aparılması nəzərdə tutulub ki, bununla bağlı maliyyə vəsaitinin ayrılması gözlənilir. Maliyyə vəsaiti ayrılan kimi həmin ərazilər üzrə təmir işləri həyata keçiriləcək. Qurumdan o da bildirildi ki, bu il ərzində Qaradağ rayonunun 5 qəsəbəsində təmirə ehtiyacı olan 8 kilometrə yaxın yolun asfaltlanması nəzərdə tutulur. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.